Burada 150 qram şəkər götürmüşəm, 150 qram qaymaq götürmüşəm. Bayaq aldığım şantipakda 30 qram da yağ götürmüşəm. İndi bu şantipakı yəqin ki mikrovalnovkada biraz isidərəm. Ona kimi şəkəri qoyum ərisin öz xodunda. İsidilmiş tavaya nəzik lay şəkəri tökürəm və çalışıram ki tavanın hər yerinə döküm. Vamxodda isidirəm. Şəkər əriməkdədir və mən burada araq istər duzlu almışdım. Onları yuyuram, qoyuram qovrulsun. Çünki mən duzlu araq sevmirəm. Karameli çox duzlu eləyə bilər. Baxın, şəkər artıq ortadan əriməyə başlayır. Yavaş-yavaş kənarlardan ortaya gətiririk ki, kənarda qalan şəkərlər də ərisin. Bu arada qaymağı mikrodalğada qoymuşam 3 dəqiqə ərzində interval verə-verə isidirəm. Siz öz mikrovalnovkanıza görə baxın, çünki hamıda mikrodalğa fərqlidir, xarab ola bilər. Və isitdiyim qaymağı tökürəm bura. Tez-tez qarışdırmaq lazımdır, ehtiyatlı olmaq lazımdır ki, əlimiz yanmasın. Bunların hamısını vamxodda eləyirik. Baxın, artıq əritdik. İçində biraz topucuqlar qaldı. Çalışıram vamxodda onları da əridim. Artıq bu hala gəldi bizim karamel. İndi isə yağımızı əlavə edirik və qoyuruq. Yağla birgə ərisin. Ondan sonra da götürəcəyik karamelimiz artıq demək olar ki hazırdır. Bu ərəfədə, digər plitədə də araq isi qovurmaqdayam. Baxın, bu qaydada. Düşünürəm ki, bəsdir artıq. Mənim karamelimdə topucuqlar əmələ gəldi deyə mən indi onu süzəcəm. Beləsinə bir balaca süzgəc qoydum kasanın içərisinə. Hələ ki karamel istidir. Onu tez-tez bu süzgəcdən keçirtmək lazımdır. Çünki karamel tez bərkiyir, bərkiyəndən sonra keçməyəcəkdir. Prosta burada tavanı tərs üzünə tutmuşam deyə mənə rahat deyil. Baxın, qaşığın yardımıyla və yaxud taxta qaşığın yardımıyla çalışın tez-tez. Belə bir tənzifiniz varsa, oradan keçirdin. Ki, içində topucuqlar olmasın. Yoxsa yeyəndə adamın ağzında xırtıldayır, adamın dişini ağrıdır. Ona görə də ya da çalışın elə pişirin ki, içində heç topucuq olmasın. Mən tələsdim deyən, mən də belə oldu. Və son olaraq içərisinə araq isləri əlavə edirəm. Sonra isə qarışdırıram. Bununla da karamelimiz artıq hazırdır. Bu karameli istərsəniz Snickers mürəbbəsi dediyiniz kimi istifadə edib yeyə bilərsiniz. Yaxud da mənim kimi Snickers tortunun arasına istifadə edə bilərsiniz. Əgər çox qatı olubsa, biraz qaymağı isidib əlavə edə bilərsiniz. Onunla da yumşalacaqdır. Hazırlayan hər kəsə nuş olsun.